Herkese salamlar. Bugün sizlərlə replace haqqında danışacağıq. Deməli, biz əvvəlki dərsimizdə find haqqında danışdıq. Find dedi ki, ancaq məlumatı axtarıb tapılması üçündür və bizim onları yoxlamaq üçündür ki, nə məlumatımız var. Replace isə find ilə birləşərək elə bir axtardığımız məlumatın düzəliş edilməsi üçündür. Yəni, yerin dəyişməsi üçündür. Ola bilər ki, misal üçün, bizim belə bir cədvəlimiz var. Və bu cədvəldə mexaniki olaraq biz adı birin böyük yazmışıq, misal üçün ICL, birini isə kiçik yazmışıq. Yəni bu şəkildə misal üçün ICL-imiz fərqlidir. Biz istəyirik ki, bu şəkildə biz əlbəttə ki, report edə bilmərik. Ona görə də mütləq şəkildə buna düzəliş etmək lazımdır. Bunun üçün nə edirik? Biz replace-dən istifadə edirik. Və bu şəkildə yenidən biz cədvəlimizi seçirik. Ctrl-A-dan da seçə bilərsiniz. Home və burada editing hissəsində find select var. Find select-də bu səfər find-də deyil, replace-ə gəlirik. Replace-ə gələndən sonra biz burada belə bir mini pəncərə açıldığını görürük. Amma diqqət etsək görürük ki, bütün əlamətlər find-dəki olan kimidir. Yəni burada da find word var, burada da misal üçün burada harda işləyəcəyimiz yeri göstərilməsi var. Burada match case var, sonra rows var və formulas var. Biz bunları keçən dərsimizdə danışmışam deyə bu səfər vaxt itirməyəcək, danışmayacağam. Əsas nə edirik? Misal üçün, bizə nə lazımdır? Bizə lazımdır ki, ICL, misal üçün, balaca ilə yazaq. Yazırıq ki, ICL olan, yəni kiçik ICL yazılan adı tapsın, neynəsin? Onu dəyişsin böyük ICL-ə. Yəni, adını dəyişib, balacadan böyük eləsin. Və bu şəkildə istəsəniz, burada yenə də qeyd etdiyimiz kimi, formatına görə də axtarıb tapa bilərsiniz. Biz indi ona çox da axtarmayacaq və deyirik ki, buna tam uyğun olanı axtarsınmı, yoxsa fərqli, yəni cüzi fərqi də olanı axtarsın. Biz əgər istəsək ki, %100 eyni olanı axtarsın, onda match case-ə yəni klikləməliyik. Yox, əgər fərqi yoxdur bizdə, misal üçün ICL olsun, fərqi yoxdur, nə qədər ICL varsa axtarsın, tapsın, o zamanı ikincisini klikləməliyik. Biz indi birincini klikləyək, o zamanı find all eləyək ki, bu axtarsın, əvvəlcə bizə tapsın ICL-i. Ondan sonra biz nə edirik? Gördük ki, axtardı, tapdı. Deməli, bizim bir dənə ICL-imiz var ki, balaca ilə yazılıb. İndi biz istəyirik onu böyüyə çeviririz. Onda nə edirik? Replace all-u da basa bilərsiniz, replace-i də basa bilərsiniz. Replace all o deməkdir ki, bütün nə balaca ICL-lər varsa, onun hamısını dəyişir. Amma replace isə tək xanada varsa, onu dəyişir. Məsəl üçün, böyük cədvəllərdə işləyərkən mütləq replace olub klikləmək lazımdır ki, bütün oradakı olan səhifə axtarıb tapıb düzəlsin. Amma indi bizdə bir dənədir deyək, replace-i klikləməmiz kifayətdir. Klikləyən kimi gördük ki, avtomatik olaraq balaca ICL böyük ICL ilə əvəzləşdi. Deməli, biz bu replace-lə istifadə etməklə bu şəkildə məlumatlarımızı düzəliş eləyə bilərik sonradan.